Salam dostlar, bu videoda Palo Alto Networks'ün SP3 arxitekturası hakkında qısa məlumat verəcəm. Palo Alto Networks'ün yeni nəsil firewallları Single Pass Parallel Processing arxitekturası üzərində qurulmuşdur. Bu arxitektura yüksək ötürmə qabiliyyəti və aşağı gecikmə ilə şəbəkənin qorunmasını təmin edir və eyni zamanda qabaqcıl xüsusiyyətləri və texnologiyaları özündə birləşdirir. Palo Alto Networks'ün SP3 arxitekturası iki komponenti birləşdirərək müasir təhlükəsizlik infrastrukturlarında yaranan performans problemini həll edir. Həmin komponentlər bunlardır: Single Pass Software və Parallel Processing Hardware. Nəticədə SP3 arxitekturası ilə müasir şəbəkələr üçün yüksək ötürmə sürəti, trafikin paralel şəkildə emalı və şəbəkə təhlükəsizliyi təmin edilir.